Deyir Allah, ey mənim Rəbbim, zələmnə ənfusəna, özümüzə zülm etdik. Bax, birinci öz səhvini etiraf etdilər. Baxın, gözəl olar insan birinə qarşı səhv etdikdə, istər Allaha qarşı, istər dostuna qarşı, qardaşına qarşı, ay mən xəcalət çəkirəm, utanıram, necə eləyim, necə deyim, yox. Quran bizim üçün örnək və nümunədir Peyğəmbərlər. Birinci, demədi məni bağışla. Dedi Allah, biz səhv etdik. Özümüzə zülm etdik. Özü özünə deyir, günah eləmirsən, günah eləməyi ilə Allaha nə edə bilərik? Nə edirik? Allahın nə məqamı alçalır, əstəğfirullah, nə də tövbə etdikdə Allahın məqamı qalxır. Allah öz məqamındadır. Özümüz neynəmişiksə o günah etməklə, namaza qarşı biganəlik, oruca qarşı biganəlik, nə bilim və digər vacibatlara qarşı biganəlik eliriksə, özümüzə zülm edirik. Burada bir növ günahın zərərinin mahiyyətini izah edir. Bu ayədə bir növ, bir məna budur ki, yəni sən nə günah edirsən, özüvə edirsən, özüvə zülm edirsən. Mənə Allah deyir, yəni məfhum bu cür başa düşülür, mənə o günahın heç bir mənfi və müsbət təsiri yoxdur. Odur, dedi Allah, Rabbənə zələmnə ənfusənə, sonra nə dedi? Hələ demir, məni bağışla. Deyir, və in ləm təğfir lənə və tərhəmnə, əgər bizi bağışlamasan və bizə rəhm eləməsən, baxın, üzr istəməyin yoluna baxın, şirinliyinə baxın. Bu da bir gözəllik tələb edir, belə deyək, bir əxlaq tələb edir, bir ədəb tələb edir insan. Mən yenə də deyirəm, indi Allaha qarşı, Allahla Adəm əleyhissalam o cür istəyirdi bağışlanmağın, o adabın qoydu. Bizim üçün biz də dostlarımıza və ya elə Allaha qarşı və ya digər insanlar, ata-anamıza qarşı, nə bilim, digərlər ailədə, mümkün də ailədə narahatçılıqlar olar. İnsan öz səhvini etiraf etməyi bacarmalıdır. Deyir, və in ləm təğfir lənə və tərhəmnə, Allah, əgər bu özümüzə zülm etdiyimiz üçün bizi bağışlamasan və bizə rəhm etməsən, lənəkunənnə minəl xasirin. Allah, biz ziyan çəkənlərdən, zərər edənlərdən olacağıq.